Hər vaxtınız xeyir olsun. Çətin tipli sınaq 2-nin izahı ilə tanış olaq. Sual 1. Nümunələrdən hansında bütün cümlə özürləri işlənmişdir? Variantımız olacaq Y variantı. Baxaq görək niyə. Mən yazıcı dostumun maraqlı kitabını kitabxanadan aldım. Nə etdim? Aldım. Kim aldı? Mən. Haradan aldım? Kitabxanadan. Nəyi aldım? Dostumun maraqlı kitabını. Hansı dostumun? Yazıcı. Bildiyimiz kimi mübtəda, xəbər, təyin, tamamlıq və zərflik. Cümlə özürləri bunlardır. Mübtəda var, təyin var, tamamlıq var, zərflik var, xəbərdə var. Cavabımız Y variantı olacaq. Cahan da sənin xəyalındakı kimi gözəldir. Necədir? Gözəldir. Kim? Cahan. Deməli, necə gözəldir? Sənin xəyalındakı kimi olacaq zərflik. Eyni şeyləri yaşayanlar onlara daha nəvazişlə yanaşırdı. Nə edirdi? Yanaşırdı. Kim? Eyni şeyləri yaşayanlar nəyə? Onlara nə tərzdə? Nəvazişlə. Qayğıkeş anamın yeməklərini yeyə-yeyə şəhəri seyr etdim. Nə etdim? Seyr etdim. Haranı? Şəhəri. Haranı tamamlığın sualıdır bildiyimiz kimi. Nə tərzdə? Nə vəziyyətdə? Qayğıkeş anamın yeməklərini yeyə-yeyə zərflik olacaq. Müəllim əlaçı şagirdin nəticəsini uşaqlarla paylaşdı. Nə etdi? Paylaşdı. Kim? Müəllim. Kimlə? Uşaqlarla. Nəyi? Şagirdin nəticəsini. Hansı şagirdin? Əlaçı. Variantımız oldu. Bütün cümlə özürlərinin işlənmiş olduğu variant Y variantı. Bilmək kifayət deyil, bildiklərimizi tətbiq etməliyik. Verilmiş cümlə ilə bağlı düzgün fikri müəyyən edək. İlk olaraq sintaktik təhlil edək. Nə etməliyik? Tətbiq etməliyik. Nəyi? Bildiklərimizi. Nədir? Kifayət deyil. Nə? Bilmək. Deməli, mübtəda, xəbər, tamamlıq və xəbərdən ibarətdir. Burada bizdən doğru fikir istəyir. Cavabımız Y variantı. Deyir ki, cümlədə həm təsriflənən, həm də təsriflənməyən feilə aid nümunə var. Təsriflənən feilə aid olan nümunə, bax, buradadır. Malı, məli var, vacib şəkli. Təsriflənməyəndə bax bunlardır. Cavabımız Y. Bütün cümlə özürləri işlənmişdir, fikir səhvdir. Ümumi olaraq 6 qrammatik şəkilçi var. Baxın, qrammatiklər 1, dığ üstə gəlməyən subyekt, bu ümumi bir şəkilçi sayılır da, bilirik, fe'li sifət şəkilçisi. Bir bu, 2, təsirli 3, malı məli 4, ıq 2, uq 3, 5. Ümumi 5 qrammatik şəkilçi var. O səbəbdən ikinci fikir də səhvdir. Cümlədə isimlə amonim olan zərf var. Cümlədə ümumiyyətlə zərf yoxdur. Cümlədəki bütün sözlər quruluşca sadədir. Məsələn, tətbiq etmək quruluşca mürəkkəbdir deyə biz bunu səhv fikir kimi götürürük. Cavabımız oldu doğru fikir kimi Y variantı. Sual 3. Hansı cümlədə həm amonim, həm də bir-biri ilə antonimli təşkil edən sayılar işlənib? Variantımız olacaq burada C variantı. Çünki az, bir də çox, hər ikisi saydı. Bir-birinə əkslik də var. Eyni zamanda bu sözlər ayrı-ayrılıqda amonimdə sayılırlar. Cavabımız oldu C variantı. Az çox defislə yazılıb deyə buna heç baxmırıq. B variantında az saydı, çox ədatdır, ona görə olmaz. D variantında zərfdirlər bunlar. Bizə amma belə baxsaq say lazımdır, ona görə olmaz. Çoxluq, azlıq, bu da isimdir, ona görə baxmırıq. Cavabımız oldu C variantı. Başqalarını inandırmaq elə asandır ki, özünü inandırmaq isə çox çətin. Verilmiş cümlə ilə bağlı hansı fikir yanlışdır? Cavabımız olacaq burada Y variantı. Deyir ki, düzəltmə sözlər sadə mübtədaların ifadə vasitəsidir. Nə başqalarını inandırmaq, nə özünü inandırmaq. Baxıram ki, buradakı mübtədalar sadə mübtəda deyil axı, mürəkkəb mübtədadır. İki müstəqil sözlə ifadə olunubsa bir cümlə üzvü, həmin cümlə üzvünə biz artıq quruluşca mürəkkəb kimi yanaşmalıyıq. O səbəbdən də cavabımız Y variantı. Ki bağlayıcısı cümlələri bağlayıb. Bəli, sollu da cümlədir, sağı da cümlədir. Ümumiyyətlə tabelli bağlayıcısı olan ki, yalnız cümlələri bağlayır. Yəni A deməli doğrudur. Köməkçi nitq hissələrindən biri sifətin çoxaltma dərəcəsini yaratmışdır.
Bəli, məsələn burada. Doğrudur. İsmin olmadığı bu cümlədə ismin kateqoriyasını qəbul edən iki söz var. Bir başqalarını sözüdür ki, ismin kateqoriyasını götürüb, bir də özünü sözüdür. Bildiyimiz kimi şəxs onluğu sifətin üzərində olan şəxs onluğu ilə sifətin öz kateqoriyasıdır. Eyni zamanda sayın üzərində olan şəxs onluğu sayın öz kateqoriyasıdır. Məhz şəxs onluğunu biz ancaq isimdədir deyə bilmərik. O səbəbdən də hansı variantlar götürülür bu zaman? Bu şərt daxilində ya cəm, ya mənsubiyyət, ya da hal. Bunlar məhz başqa nitq hissələrinin üzərində ola biləcək ismin kateqoriyaları sayılır. Deməli, bu da doğru fikirdir. Qoşma ilə amonimli olan söz işlənib. Qoşma ilə amonimliyi olan söz. Bəli. Bu fikir də doğru fikirdir. Baxın, başqalarını. Səndən başqa qoşmadır. Burada isə başqalarının sözü sifətdir. Doğrudur. Cavab Y variantıdır yanlış olaraq. Sual 5. Tərkibində düzəltmə və mürəkkəb tərz hərəkət zərfləri işlənmiş cümləni müəyyən edək. Bu sualda variantımız olacaq C variantı. Çünki bizə düzəltmə və mürəkkəb tərz hərəkət zərfləri lazımdır. Düzəltmə tərz hərəkət zərfi 1-dən, mürəkkəb tərz hərəkət zərfi isə göz ucu sözüdür. Məsələn, A-da zamandır, mürəkkəblərdən birinci çıxaq. B-də mürəkkəb yoxdur. C-də arabir var mürəkkəb, amma zaman sayılır. Biz tərz hərəkət axtarırıq. O səbəbdən heç bu sözlərə də baxmağa ehtiyac qalmır. Y-də də ümumiyyətlə mürəkkəb zərf yoxdur. Cavabımız oldu C variantı. Göz ucu mürəkkəb tərz hərəkət 1-dən düzəltmə tərz hərəkət zərfidir. Sual 6. Cümlələrdə altdan xətt çəkilmiş sözlər əsasında uyğunluğu müəyyən eləyin. Cavabımız olacaq B variantı. Çünki əntiq, bax buradakı əntiq qiymətli, dəyərli, nadir tapılan, çox gözəl mənasını verir. Dərk edən, başa düşən, öz düşüncəsi ilə qavrayan mənasını verir. Beyni sözü də təhsil beyni inkişaf etdirməkdir. Bu sözdə mərkəzi sinir sisteminin ən mühüm üzvü funksiyasında, mənasında olur. Cavabımız oldu B variantı. Hansı cümlədə qoşmalı söz mübtəda vəzifəsindədir? Cavabımız olacaq B variantı. Kim bacarar sizin kimilər? Cavab B variantı. Nə tərzdə sizin kimi zərflik? Nə tərzdə sizin tək zərflik? Kim haqqında, onun haqqında tamamlıq? Necə insanla, sizin kimi insanla təyin? Cavab B variantı. Sual 8. Uyğunsuzluğu müəyyən eləyin. Baxaq. Uyğunsuzluq istəyir bizdən. Burada daha doğrusu uyğunluğu yazaq. Daha dəqiq olsun. Uyğunluğu müəyyən edin. Cavabımız olacaq B variantı. Baxaq niyə? Mənsubiyyət şəkilçili iki isim var. Bura yazılıb D-ni. Bəli, bir budur, bir də budur. Əla. Mənsubiyyət şəkilçili iki isim var. 2-yə yazılıb Y. Şəxs şəkilçisi qəbul etmiş isim var. Bəli, var. 3-ə də yazılıb B. Hal şəkilçisi qəbul etmiş 3 söz var. Bir söz deyir, bu dəfə isim istəmir. 2, bir də 3. Bu da uyğundur B-yə. Deməli, uyğunluğu istəyirsə, biri D kimi götürdük. 2 Y, 3 isə B olmuş olur. Uyğunluq. Sual 9. Alovlanmışdır. Alov sözün kökü, alovlamaq sözü yoxdur. Birbaşa lan leksikdir. Mışlandır qrammatik. Bir leksik, iki qrammatik. Əksəriyyət bunu bəlkə də 2 leksik, 2 qrammatik götürüb, amma yadda saxlayın, bizdə buxarlamaq, alovlamaq sözləri yoxdur. Yəni bu buxarlanmaq, alovlanmaq sözlərində lan, lən ayrılmır. Birbaşa bir leksik sayılır. Ondan davam edək. Gözlərim sanki yoruldu. Bilirik ki, sanki modal söz olaraqdan vergül istəmir. Sanki yoruldu, bu hissədə fikir bitirsə vergül. Qəlbim sıxıldı, fikir bitdi, vergül.
Fikrim dağıldı, xatirələr canlandı, ürəyim sızladı, səssizlik dərinləşdi, küləklər əsdi, yağış damladı. Zaman elə bil dayandı, elə bil modaldı. Bu da modal olaraq vergül istəməyən modallardandır. Görək neçə dənə vergülümüz oldu. 1, 2, 3, 4, 5, 6, 7, bir də burada 8. Cavab B variantı. Sual 11-dən davam edək. Cümlələrdə fərqləndirilmiş hissəyə əsasən ardıcılığı müəyyən eləyək. Qəlbən zərfdir. 2 ilə başlayırıq. Deməli, bunlar çıxdı. Ən yaxşısı ədatdır. Yəni, köməkçi nitq hissəsidir. 2, 1. Daha sonra an, ən burada feil düzəldən leksik şəkilçidir. Dadanmaq. Andan sonra maq qoya bilirsənsə, bil ki, leksikdir. Özdə feil düzəldir. Deməli, 2, 1, 3. Gələn, burada da indiki zaman məzmunlu, təsriflənməyən feil, yəni feil sifət şəkilçisidir. Cavabımız oldu burada B variantı. Sual 12. Hansı cümlədə fərqləndirilmiş sözlər sintaktik sualları eyni, lakin fərqli nitq hissələri sayılan sözlərdir? Torpaq və məktəbli eyni nitq hissəsidir, hər ikisi isimdir. Bilikli, tənbəl, hər ikisi sifətdir. Hamı, o, hər ikisi əvəzlidir. Qızıl, gümüş, hər ikisi isimdir. Cavab C variantı. Baxın, hər ikisi fərqli nitq hissəsidir. Biri əvəzlidir, biri isə sifətdir. Gördük ki, nitq hissələri fərqləndi. Təhlillərdə isə sualları eynidir. Hansı bağ? Sizin bağ. Hansı ərazilər? Digər ərazilər. Ona görə cavabımız olacaq burada C variantı. Sual 13. Artıq yəqin ki, mətnlə tanış olmusunuz. İndi isə baxaq görək doğru fikirlər hansılardır. Variantımız olacaq D variantı. Çünki müəllif konkret bir sahə üzrə dərin bilik olmadan fikir yürütməyin səhv olduğunu bildirir. Yəni, hansısa bir sahə üzrə anlayışın yoxdursa, yəni səsini artırmaqdansa, o sahə üzrə fikir yürütdüyün zaman biliyin olmalıdır. Ona görə ikinci fikir doğrudur müəllifin ortaya qoyduğu fikir. Mətnə əsasən dinləmə bacarığının vacibliyi var. Bəli, eyni cümləni burada da təkrarlamalıyıq ki, yəni hansısa bir problem olduğu zaman birinci dinləmək lazımdır. Yəni bu bacarığı özümüzdə aşılamalıyıq. Bir də 5. Müəllif problemin yaranma səbəbini cəmiyyətin düşüncə sisteminin yetərsizliyi ilə əlaqələndirir. Bəli, baxın, doğru düşüncə sisteminin formalaşmaması ilə əlaqələndirir. Cavabımız oldu D variantı. Görək, niyə digər variantlar səhvdir? Mətnin əsas məqsədi cəmiyyətin ünsiyyət vərdişlərini tənqid etməkdir. Burada tənqiddən söhbət açılmır. Bir səhvdir. Mətndə cəmiyyətin təhsil sisteminin zəifliyi əsas problem kimi götürülür. Burada zəiflikdən də söhbət getmir. Cavabımız oldu doğru fikir olaraq D variantı. Sual 14. Deməli, doğru, ehtimal, yanlış cədvəldir. Amma bu dəfə uyğunsuzluğu tapmalıyıq. Uyğunsuzluq odur ki, doğru, məsələn, 1-i seçirsənsə gərək o doğru olmasın. Nə bilim, 3-ü seçirsənsə o ehtimal da olmasın. 5-i seçirsənsə bu da yanlış olmasın. Yəni, uyğun olmasın fikir, cədvəldəki fikirlə. Burada cavabımız olacaq 1, 2, bir də 4. Görək, niyə bunlardır? Məsələn, bir də yazıb ki, qılınc balığı canlılar arasında ən sürətlilərdəndir. Amma mətndə yazılıb ki, suda yaşayan canlılar arasında ən sürətlidir. Yəni, biri var suda yaşayan canlılardan ən sürətli, biri də var ümumi canlılardan ən sürətlisi. O haqda mətndə fikir yoxdur deyə. Ona görə bir doğru deyil. 2. Bəzi balıqların sürəti bəzi nəqliyyat vasitələrinin sürətindən üstündür. Birincisi, burada qılınc balığının sürətinin nəqliyyat vasitələrinin sürətindən üstün olmağın deyir. Avtomobillərin özdə şəhər daxili sürəti. O demək deyil ki, yəni bəzi balıqlar aiddir bura. Sadəcə mətndə qılınc balığının sürətinin artıq olmasından danışırsa, biz onu bəzi balıqların sürəti kimi qələmə verə bilmərik. Deməli, hələ ki 1 və 2 uyğunsuz oldu. Gələk 4-ə. Balıqların üzmə qabiliyyəti onların bədən quruluşuna əsaslanır.
Əslində bu bir dəqiqlikdir də. Deyir ki, bədən formasına, bədən quruluşuna, tədqiqatlara görə bu belədir. Yəni bunu biz ehtimal kimi niyə yazaq? Doğru bir fikirdir də. Tədqiqatlar göstərir ki, belədir bu. Faktdır bu. 1, 2, 4. Yəni səhv olan, uymayan, uyğunsuz olan variantlar. Baxaq digərlərinə. Yəni cavabımız oldu burada A variantı. Baxaq, deməli, digər variantlara. Deyir ki, ton balığının sürətli olması onun əzələlərinin güclü olması ilə bağlıdır. Ola bilər. Yəni ehtimaldır, ola bilər. Ona görə bunu uyğun kimi götürürəm. Qılınc balığı yalnız şirin sularda yaşayır. Bax, burada yalnız sözü varsa, deməli səhvlik var da burada. Yəni yalnız şirin sularda yaşayır. Elə bir fikir mətndə yoxdursa, deməli bu konkret səhv olan fikirdir. Məsələn, yazsa ki, qılınc balığı şirin sularda da yaşaya bilər. Onu ehtimala məsələn qoyardıq ki, hə, ola bilər də, mətndə yoxdursa konkret səhvdir deyə bilmirik. Amma məhz burada yalnız ədatının işlənməyi odur ki, bu cümlə konkret yanlışdır. Yanlışdırsa uyğundur da, biz uyğunsuz axtarırıq. Ona görə 5-i götürmürük. Bütün balıqlar eyni sürətlə üzür və bu sürət 100 km/saat. Heç tutaq ki, mətni oxumamısan. Yəni, səncə bütün balıqların sürəti eyni ola bilərmi? Xeyr. O səbəbdən altını yanlış kimi götürürük. Bizə yanlışdan yanlış lazım deyil deyə 5-6-nın heç biri götürülmədi. Yəni, uyğunsuzlar lazımdır. Cavabımız oldu A variantı. Sual 15-lə davam edək. Fransız yazıcısı Victor Hugo'nun zamanı düzgün dəyərləndirən insan həyatını itirməz ifadəsi zamanın insan həyatındakı yerini vurğulayır. O, vaxtın boş yerə sərf olunmasının insan üçün geri dönüşü olmayan bir itki olduğunu qeyd edir. Bu fikrə əsasən Hugo düşünürdü ki, insan həyatının keyfiyyəti onun zamanı necə idarə etməsindən asılıdır. Əgər vaxt dəyərləndirilməzsə, həyatda böyük uğurlardan danışmaq çətin olar. Deyir ki, bu fərqləndirilmiş ifadəyə uyğun olmayan, yəni zamanı düzgün dəyərləndirən insan həyatını itirməz ifadəsinə uymayan, bunu təkzib edən, əksin deyən fikri tapmalıyıq. Zaman insan üçün ən qiymətli sərvətlərdən biridir, doğrudur. Vaxtını səmərəli istifadə edən insan uğura daha tez çatar, doğrudur. Hər şeyi təxirə salmaq insanın həyatda geri qalmasına səbəb ola bilər. Bəli, vaxtı düzgün bölmək lazımdır. Hugo'ya görə zaman hər zaman geri qaytarıla bilər. Əsas doğru zaman seçilsin. Ümumiyyətlə zamanı geri qaytara bilmirik. O səbəbdən də elə uyğunsuz variantımız oldu, D variantı. Zamanın idarəsi insanın həyat keyfiyyətini müəyyənləşdirir, ola bilər. Bu da doğrudur. 16-cı suala baxaq. Fransız yazıcısı Victor Hugo'nun zamanı düzgün dəyərləndirən insan həyatını itirməz ifadəsi zamanın insan həyatındakı yerini vurğulayır. O, vaxtın boş yerə sərf olunmasının insan üçün geri dönüş olmayan bir itki olduğunu qeyd edir. Bu fikrə əsasən Hugo düşünürdü ki, insan həyatının keyfiyyəti onun zamanı necə idarə etməsindən asılıdır. Əgər vaxt dəyərləndirilməzsə, həyatda bütün böyük uğurlardan danışmaq çətin olar. İndi biz mətn parçasına uyğun başlığı müəyyənləşdirməliyik. Görək hansı başlıq daha uyğundur. Bəli, əlbəttə ki, əsas açarımız bu ifadədir, həmişə bayaqki sualda olduğu kimi. Zamanın dəyəri və onun düzgün istifadəsi, yəni düzgün bölüşdürülmüş zaman. Bu başlıq daha uyğun gəlir. Uğura aparan təhsil yolu, yəni burada təhsildən danışmır axı. Böyük yazıçıların həyat fəlsəfəsi olmaz. Həyatda məqsəd qoymaq və ona çatmaq uyğundur, amma 3-4 cümləlik mətn parçasına başlığı bunu qoya bilmərəm. Vaxtilə məşhur olmuş fransız yazıçıları, bu da heç uyğun deyil. Yəni maksimum burada A və D-ni götürə bilərdik. D-də də bildirdiyimiz kimi ona görə olmaz ki, dəqiqliklə mətnə demirik ki, mətndə məsələn nədən söhbət gedir və yaxud da hansı variant doğru fikirdən ibarətdir. Biz məhz mətnə uyğun başlıq seçməliyiksə,
O başlığı da odur ki, zamanın dəyərini bilməliyik və ondan düzgün istifadə etməyi bacarmalıyıq. Cavabımız A variantı. Bəli, mətnə əsasən diqqət əskiliyi və hiperaktivlik pozuntusu haqqında birinci məlumat topladıq bu mətndə. Artıq yəqin ki, oxumusunuz və oxumuşuqsa gəlin analiz edək. Ən uyğun yanaşma hansıdır? Əslində bu tip öyrədici mətnləri heç oxumadan belə cavablarla nəyin səhv, nəyin düz olduğunu tapmaq olar. Baxaq. Amma siz mütləq şəkildə oxuyun ki, həm də müsahibə mərhələsində bilginiz olsun ki, nə deməkdir. Onları incitmədən cəzalandırmaq və qaydalara riayət etməyi tövsiyə etmək lazımdır. Bu fikir uyğun deyil. Yəni istər incidib, istər incitmədən fərq etməz. Cəzalandırmaq olmaz. Deməli bu səhvdir. Diqqətsizliklərinə görə yüngül cəzalar tətbiq etmək, ümumiyyətlə yenə cəzalardan söhbət gedə bilməz. Bu da səhvdir. Onlara fərqli yanaşma tətbiq etmək və anlayışlı davranmaq. Daim nəzarət altında saxlamaq və dəfələrlə qaydaları xatırlatmaq. Əksinə, qaydaları xatırladıb bezdirmək olmaz. Maraqlı cizgi filmlər izlətməklə fikrini yayındırmaq. Xeyr, fikirlərini yayındırmaq olmaz. Əksinə, fikirlərini cəlb etmək lazımdır. Cavabımız C variantı. Onlara fərqli yanaşma tətbiq etmək və anlayışlı davranmaq. Sual 18. Aşağıdakı fikirlərdən hansını mətnin ideyasına zid saymaq olar? Baxaq. Zid saymaq olar. C variantı uyğun gəlir. Deyir ki, onları digər uşaqlardan seçmə. Onları eyni üsulla böyüt. Yəni biz eyni üsulla böyütsək, onlarda irəliləyiş görə bilmərik. O səbəbdən də cavabımız C variantıdır. Bəli, xəstəlik deyə bilmərik, doğru fikirdir. Fərqli, sadəcə fərqli böyümə tərzidir. Hər uşaq fərqlidir və bu fərqliliklər dəyərlidir, doğrudur. Yəni zid deyil ən az mətnə. Uşağın potensialı düzgün yönləndirmə ilə üzə çıxa bilər, doğrudur. Yəni ən azı uşaqda belə bir fərqli böyümə tərzi görürsünüzsə, onu müəyyən psixoloqlarla məsləhətləşərək təbii ki, bu düzgün yönləndirmək üçün, yəni bu problemi üzə çıxara bilərik. Bəzən bütün uşaqlar eyni inkişaf səviyyəsində olmaya bilər əlbəttə, amma onların da qeyri-adi üstünlükləri var. Bəli, istər 2024-cü ildə qəbula düşmüş autizm sindromlu uşaqlarda məsələn fikir verirdik ki, onların digər uşaqlardan fərqlilikləri çox olsa belə, bunların üstünlükləri də var idi. O səbəbdən yəni daha dərindən düşünürlər və s. Ona görə də siz bunları bir xəstəlik kimi yox da fərqli yanaşma tərzi olaraq, fərqli böyümə tərzi olaraq nümayiş elətdirə bilərsiniz. Cavabımız oldu burada C variantı. Sual 19. Mətndə hansı suala cavab tapmaq olmur? İnternetin əsası 1960-cı illərdə ABŞ-də yaradılan ARPANET layihəsi ilə qoyulmuşdur. Bu layihə əvvəlcə yalnız hərbi və elmi məqsədlərlə istifadə olunurdu. 1990-cı illərin əvvəlində isə internet ictimaiyyət üçün əlçatan oldu və sürətlə yayıldı. Bu dövrdə web brauzerlər və saytlar meydana gəldi. İnternet dünya üzrə milyardlarla insanın informasiya əldə etməsi, ünsiyyət qurması və müxtəlif sahələrdə fəaliyyət göstərməsi üçün əsas vasitəyə çevrildi. Onun sayəsində elektron ticarət, sosial media və onlayn təhsil geniş vüsət aldı. Lakin bəzi mütəxəssislər xəbərdarlıq edirlər ki, internet asılılığı və şəxsi məlumatların təhlükəsizliyi də ciddi problemlər yarada bilər. İnternetin müasir dövrdə həyatımızdakı rolu danılmazdır. O, yalnız texnologiya deyil, həm də sosial dəyişikliklərin əsas səbəblərindən biri hesab olunur. Nəyə cavab tapmaq olmur variantımız olacaq D variantı. İnternetin milli mədəniyyətimizə təsiri necə təzahür etmişdir? Bunu öz fikirlərimizlə, dəyərləndirmə mərhələsi ilə əsaslandıra bilərik, amma faktiki olaraq mətndə bu haqda fikir yoxdur. İlk dəfə nə vaxt və harda yaradılıb? ABŞ-də yaradılıb.
bildirdik 1960-cı ildə. İnternetin ictimaiyyət üçün əlçatan olduğu dövr hansıdır? 1990-cı ildə. İnternetin müsbət və mənfi cəhətləri nələrdir? Mənfisini bayaq yazdılar ki, məsələn burada məlumatların təhlükəsizliyi ciddi problemlər yarada bilər. İnternet asılılığı və s. Müsbətdə əlbəttə ki, göz qabağındadır ki, insanların informasiya əldə etməsi üçün əsas faktorlardan biridir. Y variantı, internet hansı sahələrdə geniş vüsət tapmışdır, istifadə olunur? Baxaq, elektron ticarət, sosial media, onlayn təhsil sahəsində geniş vüsət alıb və s. Cavabımız uyğunsuz olaraq D variantı olacaq. Sual 20. Mətnə əsasən ən uyğun ideyanı müəyyənləşdirək. Bir gün iki dost meşədə gəzişərkən qəfildən güclü yağış başlayır. Onlar tez-tez qaçaraq yaxınlıqdakı bir daxmaya sığınırlar. Daxma köhnə və tərk edilmiş olsa da, içində kölgəli və quru yer var idi. Dostlardan biri deyir, nə yaxşı buranı tapdıq, yoxsa islanacaqdıq. Digəri bir qədər susub cavab verir. Bəli, amma bura kimin evidir? Heç soruşmadan girək. Birincisi çiyinlərini çəkərək gülür. Hə, sən də çox düşünürsən, onsuz da burada adam yaşamır. Elə bu anda daxmanın sahibinin səsi eşidilir. Hər boş yerin sahibi bilinməz oğul, girdiyin yerə hörmət ilə gir, çünki hər yer birinin əmanətidir. O biri dost pıçıldayır. Gördün, heç nə sahibsiz deyil. Birinci dost başını aşağı salıb deyir. Hə, dərsimi aldım bu dəfə. Əsas ideya nədir görə mətndə? Hər kəsin fikri özünə doğrudur. Bu uyğun deyil, yəni buradan çıxan nəticə deyil. Heç kimin malına göz dikmə. Sahibsiz görünənə də hörmətlə yanaş. Bəli, sahibi oldu-olmadı, yəni hörmətlə yanaşılmalı idi içəri daxil olanda. Qonaq gələn yerini bilməlidir, yaxşı yerdə əyləşməlidir, uyğunsuzdur. Yaxşı dost çətin gündə tanınar, bu da ümumiyyətlə uyğunsuzdur. Variantımız oldu C variantı. Ümumiyyətlə bu tip mətnin ideyasına aid olan sual tiplərində çalışın dərhal mətndən sonra variantları oxumayın. Birinci özünüz mətndən nəticə çıxarın və daha sonra %100 ehtimalla görəcəksiniz ki, sizin çıxartdığınız nəticə hansı variantda qeyd olunub. Yoxsa əks halda baş qarışa bilər. Variantımız oldu C variantı.